Uca və mərhəmətli Allahın adıyla hər birinizi bir daha salamlayırıq sizlər. Biz yenə də uşaqla olan sağlam ünsiyyət formaları haqqında söhbətimizi davam etdiririk. Çünki çox mühümdür. Atanın, ananın övladı ilə olan ünsiyyətinin əhəmiyyəti çox böyükdür. Birbaşa onun duyğularına xitab edir. Birbaşa onun şəxsiyyət kimi formalaşmasına təsir qoyur. Baxın, ünsiyyət formaları bildiyimiz kimi üç növdür. Birincisi sözsüz ünsiyyətdir. Yəni bədən dili forması, simvollar, rənglər və s. İkincisi sözlü ünsiyyətdir. Kəlmələr, səs tonu, vurğular. Üçüncüsü yazılı ünsiyyətdir. Məktub, məqalə, elektron poçt və s. Sözlü ünsiyyət daha təsirlidir. Niyə? Çünki sözlü ünsiyyətdə sən qısa zamanda istədiyi ifadə edə bilirsən. Sorğu-sual rahatdır. Soruşmaq və cavab vermək rahatdır. Anlaşılmayan məsələləri rahat izah edib açıqlığa çıxarda bilirsən. Və ikincisi də sözsüz ünsiyyətdir. Bədən dili. Bu da çox mühümdür. Bədən dili, bilirsiniz, sözlü ünsiyyətin dayağıdır. Sözlü ünsiyyətin köməyidir, dəstəyidir. İstər burada bədən dili olsun, geyimin olsun, məkan olsun, jestlər olsun, mimikalar olsun, göz əlaqəsi olsun, gözün hərəkətləri olsun, bunlar hamısı danışır. Bədənin duruşundan tutmuş, çiyinlərin dik dursun, ya aşağı sallanmış formada olsun, qolların yanında olsun, öndə olsun, açıq olsun, əllərin qapalı olsun, ayaqların bu formada olsun, o formada olsun. Hər nədirsə ayrı olsun, bitişik olsun, bunlar hamısı bədəndir. Bunlar hamısı danışır. Jest və mimikaların olsun, üzü ifadələrin olsun. Jest və mimikaların rahat şəkildə duyğularını, düşüncələri ifadə edir. Gözlərlə rahat şəkildə danışa bilirsən. Anlatmaq istədikləri tamamlaya bilirsən. Heç vaxt sən gəlib deyə bilməzsən, mən səni çox istəyirəm, ha. Mən səni çox istəyirəm. Qurudur, yoxdur. Ya da deyə bilməzsən ki, yox, istəmirəm. Hansı bir zamanda sən deyə bilərsən ki, gəlmirəm. Təsdiqləyərək gəlmirəm deyə bilməzsən ki. Qaşqabaq tökərək heç vaxt deyə bilməzsən ki, çox sağ ol. Və s. kimi bədən dili yaxud jestlər, mimikalar da öz rolunu oynayır. Baxın, üçüncüsü isə yazılı əlaqələrdir ki, yazılı əlaqələr də hazırki zamanda çox əhəmiyyətlidir. Övladınıza bir gül şəkli çəkib, bir ürək sözlərinizi yazıb verə bilərsiniz, deyə bilərsiniz. Övladınız onu görüb çox sevinə bilər, çox xoşhal ola bilər. Yəni, bunun xeyri nədir? Onu təkrar görə bilər. Təkrar ondan həzz ala bilər. Hər halda bizim əlaqələrimiz övladımızla bunların hamısını əhatə edir. Keçən söhbətimizdə qeyd elədiyimiz kimi, videoda qeyd elədiyimiz kimi, bir, nə etməliyik? Effektli şəkildə, təsirli şəkildə dinləməliyik. Biz uşağın sözlərini susqun və passiv şəkildə dinləməməliyik. Əksinə, onu anladığımızı göstərməliyik, dəstəkləməyə hazır olduğumuzu göstərməliyik. Duyğuları ifadə etməliyik və ya onun duyğularını ifadə etməsinə şərait yaratmalıyıq. Onda başa düşür ki, mən anlaşıldım. Onda başa düşür ki, mən anlaşıldım. Şəxsiyyətinə hörmət verilir, dəyər verilir. Uşaqla güc mübarizəsinə girməzlər, uşaqla həmkarlığa girərlər, ortaq yola girərlər. Ata-analar həm bir-birlərindən görsüz güc mübarizəsinə girir, həm övladları ilə güc mübarizəsinə girirlər. Övlada duyğuların adını qoyaraq ifadə edə bilərik. Sən başa düşürəm, sən əsəbi ola bilərsən. Mən də əsəbiyəm. Olarmı biraz keçsin yenidən danışaraq, sakitləşək yenidən danışaraq. İşarə elədik ki, dördüncü olaraq, sən dili ilə danışmayaq, mən dili ilə danışaq. Yəni, qarşı tərəfin şəxsiyyətinə hücumdan hədəf almayaq, onun hərəkətlərini başqaları ilə müqayisə eləməyək. Bax, bunlara diqqət yetirməliyik.
Bizim ümumiyyətlə burada edəcəyimiz söhbət budur ki, bizim hansı rəftarlarımız səbəb olur ki, uşaqlarımızla düzgün əlaqə qura bilmirik. Hansı mövqelərimiz, hansı amillər bais olur ki, bizlə uşağın arasında sağlam əlaqə yaradılmasın. Bir, diqqətlə dinləyin, xahiş edirəm. Bir, əmir vermək, yönləndirmək. Bəzən valideynlər qısa və net bir şəkildə övladlarına əmir verirlər. Məsələn, uşaq paltarları yerdən götür qayıdır. Götür paltarları, burada görmək istəmirəm, tez ol. Olmaz. Hələ bunu bəzən görürsünüz ki, acılı sözlərlə deyirlər. Cəhənnəmə götür onları, mındarın biri mındar. Çox üzr istəyir ama. Məhv elədin, uşağın şəxsiyyətini məhv elədin. Uşağa avtoritetdir, bildiyi də sən böyüksən, güclüsən. O da səndən asılıdır. Nəinki sənin malından, pulundan asılı deyə öz yerində. Hətta sənin qorumağından da asılıdır, hətta sənin sevgindən də asılıdır. İnsanınla asılı olan bir şəxsə bunlar edir. Hədislərimizdə də var. Hayır, siz nəsirinizdir. Düzgün davran. Bəli, uşaq baxır, ata-ananın əsiridir, onun duyğularına baxır, onun sevgisinə möhtacdır, qayğısına möhtacdır, maddi və mənəvi olaraq onun himayəsinə möhtacdır. İnsan heç himayəsində olan bir şəxsə bunları eləyər. Möhtac olan bir şəxsə bunları eləyər. Necə olur biz kənarda baxırıq, ay yazıqdır. İnsanlara bax, gör neynirlər, ehtiyatsız insanlarla. Kasıbdır deyə saymadılar, gör neynədilər, deyə rahat reaksiya veririk. Narahatçılığımızı ifadə edirik. Cücük komment yazırıq. Bəzən girib lənət deyirik. Bəzən oturub ağlayırıq. Amma evimin içərisində övladım var. Evimin içindəki övladım da məndən asılıdır, məndən acizdir. Mənim gözümün içinə baxır ki, onunla danışım. Məhəbbət eləyim, hörmət qoyum, dəyər verim, sındırmayım. Amma mən neyinirəm? Əmr verirəm, yönləndirirəm. Onda qorxu və təzyiq verir. Belə olduğu halda uşaq dediyimizin əksini eləyəcək. Uşaq özünü dəyərsiz hiss eləyəcək. Uşağın içərisində boşluq yaranacaq. Siz uşağı müthiş eləmiş olacaqsınız. Avtoritetliyin hökmranlığı üzərində getmiş olacaqsınız. Valideyn olmaq uşağı dünyaya gətirməkdən fərqlidir. Uşağı saxlamaqdan fərqlidir. Valideyn olmaq həqiqətən uşağın tərbiyəsini, məsuliyyətini, inkişafını üzərinə almaqdır. Sevgidir, şəfqətdir, səbirdir, dözümdür, anlayışdır, duyğularını düzgün ifadə eləməkdir, uşaqla etibarlı əlaqələr qurmaqdır, bağlar qurmaqdır. Bunlar uşaqlar keçir və uşaqla sizin aranızda bağlar yaradır. Amma bəziləri belə eləmirlər. Status kimi baxırlar valideynliyə. Atalıq statusun var, analıq statusun var. Mən beləyəm, mən böyüyəm, mən avtoritetəm. Valideynli statusluq deməkdir ki. Biz özümüzü düzəltməsə uşağımız düzəlməyəcək ya. Uşaqdan daha çox özümüzü düzəltməliyik. Biz nə vaxt düzəlsə uşaq da düzələcək. Biz elə bilirik ki, valideyn olmaq gözətçi olmaqdır, polis olmaqdır, məhkəmə olmaqdır. Davamlı mühakimə eləməkdir, tənqid eləməkdir. Qurtdalamaqdır, bəyənməməkdir, bağırmaqdır, əsəbləşməkdir, çımxırmaqdır, zorla nəsə elətdirməkdir, sözümü keçirtdirməkdir, tabe elətdirməkdir. Valideynlik bunlar deyil. Belə bir valideyn uşaq sevməz. Bəzi ailələr var, bəzi cəmiyyətlərdə. Valideyn evdə olmayanda uşaqlar şad. Ata evə gələndə uşaqların elə bil ürəyinə bir ağrı girir. Özlərini pis hiss edirlər, narahat hiss edirlər. Xoşbəxt hiss eləmirlər. Ana evə gələndə narahat. Niyə? Çünki rəhbərlik edir valideyn. Ancaq bunu bilir ki, avtoritetli eləsin. Şəfqəti, sevgisi, anlayışı yoxdur. Qozanır, gətirir, zəhmət çəkir öz yerində. Amma sanki bir dənə başqa bir heyvan saxlayır, başqa bir varlıq saxlayır. Övlad qayğı istəyir, duyğu istəyir. Övladın özünün iradəsi var. Canlıdır bu. Ağlı var, vicdanı var. Düzgün qərar verə bilər. Zorla bir şey elətdirməyin düz olmadığını bilir, anlayır. Biz anlamaq.
Biz gəlirik onun iradəsini, vicdanını, ağlını nəzmindən çıxardırıq çölə. Sıradan çıxardırıq. Onun düzgün mühakimə bacarığını məhv edirik, mütü edirik, kölə edirik. Biz gərək bilək ki, canlı bir varlıq insan yetişdirir. İkinci sındırıcı məsələ uşaqlarda. İkinci uşaqlarla olan əlaqələrimizin məhv eləyən maneə yaradan. Təhdid eləməkdir. Onunla həmkarlıq eləməkdən, onunla həmrəylik eləmək əvəzinə. Nə edirik? Təhdid edirik. Məsələn, uşaq gəlir, salonun divarını yazır, bir də sən bunu eləsən, əllər üstünəcək. Uşaq üsyankar ola bilər. Hücum eləyə bilən bir insan ola bilər. Hücum yönümlü ola bilər. Sən özün indidən tərbiyə edirsən. İndi gücü yoxdur, hücum eləmir. Böyüdü gücü olacaq, hücum eləyəcək. Ya sənə hücum eləyəcək, ya başqalarına hücum eləyəcək. Əzab çəkən biri olacaq. Cəzalandırıcı biri olacaq. Ya da pasiv, içinə qapalı biri olacaq. Gələcəkdə depressiya, anksiyetə və sair kimi problemlərlə üstləşəcək. Üçüncüsü, öğüt vermək, həll yolu göstərmək, nəsihət vermək. Deyəcəksiniz, müəllim, bunun nəyi pisdir? Baxın, bəzi məqamlarda yaxşıdır, bəzi məqamlarda isə həssasdır. Məsələn, uşağınız dostu ilə dava edib gəlir. Biz ona deyə bilərik ki, belə olmaz, adam dostundan belə eləməz, tərbiyəsizlikdir, nədir, başlarım öğüt verir. Amma mən bunu bir kəlmə ilə də ifadə edə bilərəm. Deyə bilərəm, ev yox. Dostlar həm mübahisələr də düşə bilər, həm də barışa da bilərlər. Olur belə şeylər. Əsas budur ki, hər kəs öz səhvini qəbul edə bilsin. Bir kəlmə. Dedim, getdim. Yaxud, darıxırsan dostun üçün, əgər darıxırsan, narahatdırsa, istirab çəkirsən, dostun üçün darıxırsan, nə var ki, git danışdı. Git bir kəlmədən, o da darıxıb bəlkə də sən üçün. Rahat şəkildə. Tamam deyirsən ki, dostu bunu pərt edəcək, qoy olsun. Qoy olsun. Bunu öyrətmək lazım ki, tamam, səni pərt edən dostla necə rəftar eləmək lazım? Düzgün formada. Baxın, övladımıza gərək bunları öyrədək. Çünki doğru formada təlim görməli uşaqla necə rəftar eləməlidir ki, uşağa da bu rəftarlar öyrədək. Yoxsa oturub uşağa uzun-uzadı nəsihətlər verməklə bir şey ortaya çıxa bilməyəcək. Uşaq məsələn dərs oxumaq istəmir. Bax, oğlum, dərsləri öyrənməlisən, ev tapşırığını yerinə yetirməlisən, böyük adam olmaq üçün çox çalışmalısan, sən oxumasan belə olarsan, başlayır danışmaq. Uşaq bezir. Uşaq bezdiyi üçün başlayır özünü müdafiəyə, başlayır müqavimət göstərməyə. Onunla olan əlaqələri sınır. Artıq valideynin dediyi nəsihətlər ona təsir qoyur. Baxın, ümumiyyətlə övladımıza iltifat etməliyik, tərif etməliyik, onu təşviq eləməliyik. Bunlar xüsusi bir şəraitə görə, xüsusi bir işlərə görə olmalıdır, hər şeyə görə yox. Amma biz gəlirik, dördüncü budur ki, biz gəlirik, indik, biz bəzən görürük ki, uşaq, məsələn, saçını qırtdırıb, ya uşaq bir paltar geyinib ki, paltar veriblər geyinib, nə bilim, uşaq gedib bir dənə bir şey eləyib ki, bilir yaxşı deyil. Yaxşı bir yemək yeyir ki, o yemək heç dadlı deyil, qonaq gedir. Uşağa qayıdıb deyirik ki, çox gözəldir, yaraşdı sənə, aferin, sənə hər şey yaraşır. Uşağa qayıdıb deyir ki, ye, qəşəngdir, çox gözəldir, dadlıdır, ayıb olmasın deyə deyirik. Uşaq bilir ki, bu haqlı deyil. Bu tərif düzgün tərif deyil. Uşaq məsələn qaça bilmir, yarışda uçsur, nə bilim, bir şeydə uğurlar qazana bilmir, deyir, yox, sən bacarıqlısın, sən hamıdan bilirsən, aferin. Uşaq bilir ki, şişirdirsən, uşaq bilir ki, yalan deyirsən. Daha da qəzəblənir. Amma sən burada, ümumiyyətlə bu davranışlardan narahat olur uşaq. Etibar eləməyəcək sənə. Amma sən burada normal olaraq reaksiya verməlisən.
Yeyə bilmirsinizsə yemə oğlum, amma onu bilə, onun içərisindəki məsələn dadlı da olmasa belə bu yeməyin içərisindəki qozdur, fındıqdır, nə bilim bu yeməyin içərisindəki kökdür, bu yeməyin içərisindəki pomidordur və s. Bunlar xeyirlidir bədənə, belədir, filandır, bunlarla yedirsən. Yaxud uduzubsa bir şeydir, müvəffəqiyyət əldə eləməyibsə, eyb yoxsan çalışdır. Əsas budur ki, sən cəsarətli insansan. Sən özünə güvənən insansan, getmirsən, çalışmırsan. Gələn dəfə daha güclü çalışarsan, gələn dəfə daha güclü olarsan, gələn dəfə daha bacarıqlı olursan. Yaxud sən bunu bacarmırsınsa, başqa bir şey bacarırsan. Gözəl rəsm çəkirsən, qaça bilməsən də gözəl şeir deyə bilirsən. Bu cür uşağa normal və düzgün olan təriflər olmalıdır. Yalan təriflər uşaqlar duyacaqlar, biləcəklər ki, bunlar yersiz təsəllidir, etibarını istər. Özünü kiçik hiss eləyər, yazıq hiss eləyər. Beşinci məsələ ki, ən çirkin əməllərdən biridir. Uşağa ləqəb qoymaq, uşağa ələ salmaq. Uşağa sən bacarıqsızsa, sən keysən, sən eşşəksən, malsan, kimi sözlər deməkdir, çirkinsən, qarasan, osan, busan. Uşağın bütün duyğuları məhv elədir. Özünü etiketli görəcək. Paltarın necə firma etiketi olar o cür. Deyəcək, məni sevən yoxdur, sevilməyə layiq deyiləm, dəyərsizəm, qüsurluyam, mən hamı kimi deyiləm. Bunun cəmiyyətdən təciz olunar bu uşaq. Bu uşaq nə qədər də uğur qazansa öz oxumayır. Altıncı məsələ budur ki, bir şeyi yorum yazmır, izah eləmir, üzərinə nə bilim, təyinat qoymur. Ehtiyac yoxdur bəzi. Məsələn, uşaq gəlib qardaşın qısqanır. Qardaşın qısqandığı üçün qardaşın vurur, ya qardaşın qısqandığı üçün onun əşyalarını, oyuncaqlarına zərər verir. Ata-anasına qısqanır. Ay bala, belə eləməyə, qısqanır da görürsən, qısqanma, qısqanır uşaqdır ya. Səni də sevirik, ata qardaşını belə eləyər, tərbiyəsiz. Bibisini oxşamış, nə bilim, dədəsini oxşamış. Elə deməzlər uşağa. Artıq sən o üzərinə ünvanı qoydun, təyinatı qoydun üzərinə. Sən bu izahınla, yorumunla artıq məsələn daha kritik hala gətirdin, daha pis hala gətirdin, daha çıxılmaz vəziyyətə saldın. Elə deməzlər uşağa. Uşağa deyirlər, adam qardaşına vurmaz. Sənin canındır, qardaşındır, dayağındır. Sən bizim bir gözümüzsən, o bizim o biri gözümüzdür. İkimiz də əzizsizmizdir. Bu işi görməz və s. kimi sözlərini uşağa başa salmaq olmaz. Sənin qardaşın səni o qədər istəyir. Qardaşlar bir-birini sevməlidir, qardaşlar bir-birlərini dəyər verməlidir və s. Yedinci məsələ budur ki, ovudasan, təsəlli verəsən. Uşaqları buraxın ki, duyğularını ifadə eləsin. Paylaşsın narahatçılıqlarını, qorxularını, nigarançılıqlarını, bacarıqsızlıqlarını. Hər bir duyğusu varsa paylaşsın. Sən oyuncağını itirib. Zırılamalarıq da uşağı belə deməzdi. Kül sən uşağı başa itirdin oyuncağı. Bunu da deməzdi. Uşağa deməzlər ki, əsəyi bir boş şeydir. Allah da bunu da deməzlər. Uşağa deyərlər ki, oyuncağını itirmişsən. Harada itirdin, necə itirdin, gedək axtaraq tapar, tapılmadı. İnşallah Allahın köməkliyi ilə alarıq. O birisi oyuncaqları da diqqətli ol, bundan sonra itməz. Uşaq yoxsa duyğularının anlaşılmamadığını hiss edəcək. Deyəcək, mənim duyğularım anlaşılmadı, mənim narahatçılığım olmadı, mən onu sevirdim, mən o oyuncaqla ünsiyyət qurmuşdum, mənim üçün əziz idi. Tamam, sən alacağın oyuncaq eyni o deyil ki, o başqa idi, ondan əlaqə olmuş. Bu hisslər də daşıya bilər uşaq. Sən gedib ondan axtarmalısan, maraqlanmalısan, az da olsa bir işləri görməlisən. Uşaq bilsin ki, sən onu dərk edirsən. Yoxsa qəzəb duyacaq uşaq. Özünü pis hiss edəcək. Və bunun da doğru olmadığını anlayacaq. Yaxud elə biləcək ki, nəyəsə üzülmək, nəyəsə narahat olmaq, əlində olanı itirməyə narahat olmaq pis bir histir. Negativ bir histir. Sən o tənqid eləmirsən, alçatmışsan. Niyə negativ bir histir? İnsan əlində olan bir şey itirməyini üzülməsi təbiidir. Tamam da kəş olmayırdı. Niyə olsun ki, Allahın niməti? Olmayırdı. 8-ci məsələ, uşağı mühakimə eləmək. Məsələn, bilirsiniz,
Uşaq məsələn oynadı, vaz var idi bizim üzərində qırdı, sındırdı və çox narahat. Elədi, işin nataraz olduğunu bilir. Demişdim, top oynama, evdə topla oynadı, düşdü, vazı kırıldı. Niyə burada oynadı? Sən görmədin ki, qırılacaq, körsən, neçə dəfə demişəm sən. Çıxaydın çöldə oynayırdın da, gərək evdə oynayasan. Həcə qoysan başlanmalısan, bu ata gəlsin görməyəcək. Olmaz, qurban olarım, olmaz. Uşaq yalancılığı öyrənəcək qorxduğu zaman. Uşaqda qorxu, qayğı, istirab indidən yaranacaq. Hara aparacağı yeri yoxdur ki, hara getsin. Yəni, ana uşağın üzərinə vücud gəlir. Və ata ilə də qorxusu. Uşaq kimə bənədir? Heç bunu düşünmüsünüz? Sizin qaçacağınız yer olmasa, hara bənədirsiniz? Həyat yoldaşı sizi incitsə, polis də sizin sözünüzə qulaq asmasa, aileniz də sizi atsa, hara bənədirsiniz? Hara sığınarsınız? Bax, uşağa bu vəziyyəti yaradırsınız. Uşağa sığınacaq yer qoyursunuz. Çox pisdir. Bəzi analar var, uşaqlarının məsələn, bir şey sındırdığı üçün döyürlər, qışqırırlar, təhqir edirlər. Uşaq yeni gəlib qucaqlayır, anneye yapışır, çünki gedəcəyi yer yoxdur. Gücsüz də axı. Hər cəhətdən sənə bağlıdır. Adam hər cəhətdən sənə bağlı olan bir varlığı, öz ciyər parasını bu qədər incitər. Görsən ona döyür də, döyəndən sonra da uşaq gəlib onu qucaqlayır da, ana yeni küsür uşaq. Məhv edir uşağın psixologiyasını, axardan çıxır uşaq. Duyğularını darmadan bilir, cırmaq. Olmaz, olmaz. Cənnət anaların ayağının altındadır. Mən bir söz də deyim, cəhənnəmdə. Çünki ana uşağı üçün həm cənnət yarada bilər, həm cəhənnəm. Məhv eləyə bilər uşaq. Bu nəticəsə vermir. Bunu eləməyin, qoymayın. Mən əsəbləşdim, narahat oldum. Sənin problemlər. Özümü saxlaya bilmədim, yenə sənin problem. Neçə dəfə demişdim, uşaqdır da. Neçə dəfə demişdim, 100 dəfə də deyə bilərsən, uşaq. İstəkləri, duyğuları sərhədsizdir, xəyal dünyası sərhədsizdir, o cür xoşbəxtdir. Cəhənnəmi çevirmə, başa sal, anlat, uşaqlıq duyğuları ilə anlat. Bu uşaq gələcəkdə rahat şəkildə qorxu və nigarançılıq, stres, nefroz kimi problemlər yaşayırlar. Bu uşaq gələcəkdə bunda tənqid sxeması yarana bilər. İfrat tələbkarlıq yarana bilər. Narsistlik yarana bilər. Min cür problemlər yarana bilər. 9-cu məsələ. Uşağın başını alır. Söhbəti dəyişmək. Uşaq gəlib deyir ki, mən oyunda uduzmuşam, çox da rahat. Sən deyirsən, boş ver, boş ver. Dəqiqdə filan şey görür. Şür başa ki, nə üçün rahat? Dedi ki, cəmatın nə dərdi var, bunun nə dərdi? Bunlar yox. Əhəmiyyət verməmək yox. Uşağı başa salmalısan ki, insan udar da, uduzar da. Niyə uduzdu, necə oldu? Uşağı yeni sayğı ilə, hörmətlə yanaşmalısan. Uşaq balacadır deyə, uşaqdır deyə, duyğuları ilə dərk edir deyə, o dəyərsiz deyil. Sən indi böyüksən deyə dəyərli oldu. Ondan daha dəyərli oldu. Baxın, müqayisə eləmək 10-cu olaraq ən yırtıcı xüsusiyyətlərdən biridir. Qardaşın yedi qutardı, bax, bir nə qədər yedi qutardı. Sən beləsən, sən eləsən. Qonşunun oğluna bax, bir dənə üstün batırmaya, bax, sən beləsən, beləsən. Müqayisə ilə. Bir uşaq məhv eləmək istəyirsiniz, rahat şəkildə müqayisə edin. Onun şəxsiyyətini hücum eləmək deməkdir, onun şəxsiyyətini. Onun şəxsiyyətini tapdamaq deməkdir, yox görmək deməkdir. Yəni, o yaxşıdır, sən pissən. O qüsursuzdur, sən qüsurlusan. O dəyərlidir, sən dəyərsizsən. Onu sevirəm, səni sevirəm. O sevməyə layiqdir, sən sevməyə layiqdir. Bax, bu deməkdir.
Bunu sizə desələr necə hiss edirsiniz? Öz uşağın yerinə qoyun. Və o uşağa buna görə deyirlər ki, ata-ana o uşağa tam məhəbbətin verir. O uşağın xəyalları daha çox zədələnir. Sən məntiqlə düşünə bilirsən, o məntiqlə düşünə bilmir, duyğu ilə zədələnir. Sən unudursan, o da unuda bilmir. Onun duyğularını bir quyu yaradır. Lizva kimi çəkilir. Ülgüc kimi çəkilir. Övladlarımızla belə etməyək inşallah. Təşəkkür edirəm, minnətdaram. Bugünkü söhbətimiz də burada sona çatır. Sağ olun, Allah'a emanet.